Rəqsanə xanım, salam. Salam. Necəsiniz? Necə hiss eləyirsiniz özünüzü? Çox sağ olun, hər şey yaxşıdır. Biz sizinlə bugün çox maraqlı bir mövzudan danışacağıq. Maraqlı dediyim, həm də ki, çox həssas bir mövzudan danışırıq. Bilir ki, bir çoxumuzun hal-hazırda valideyn olaraq bağça axtarırıq, bağçaya qoymaq istəyir uşaqlarımız. Bir çox valideynlər var ki, 15 dənə bağça gəzirlər, doğru ünvanı tapana kimi. Biz bugün sizlə həm danışacağıq bağça mövzusundan, necə doğru bağçanı seçək, bu mövzuların. Amma başlamazdan əvvəl, mövzuya keçid eləməzdən əvvəl sizi tanımaları üçün özünüzü təqdim etməyinizi istəyəcəm. Xanlarım Rəqsanə, artıq 11 ildir ki, məktəbə qədər sahədə çalışıram. Bir 10 il müəllimə olaraq çalışmışam. Hal-hazırda akademik menecer kimi Kaspi Təhsil şirkətində fəaliyyətimi davam edirəm. Siz orada həm menecer, həm müəllimsiz, yoxsa sadəcə menecer? Hal-hazırda sadəcə menecerəm, amma bundan öncə 10 il müəllimə kimi çalışmışam. Müəllimə kimi çalışmısınız. Siz həm də öz övladlarınız var. Onu bağçaya qoymuşsunuz. Ümumiyyətlə Rəqsanə xanım. Bəli, öz təcrübəmdən deyə bilərəm ki, düzdür, mənim övladlarım artıq böyükdülər. Mən ilk böyük evladımı, oğlumu bağçaya qoymadım və çox peşman oldum. Çünki qızım artıq bağçaya gedəndən sonra mən bunun fərqinə vardım ki, doğrudan da bağça həm valideyn üçün, həm də uşaq üçün çox önəmlidir. Peşman olduğunuz tam nə idi? Məsəl üçün, nəyi gördünüz ki, onu da qoyardım dediniz? Çünki böyük evladım çox gec sosiallaşdı. Hətta məktəbə getmək belə istəmirdi. Çox seçici idi. Həm dost baxımından, ünsiyyət qurmaq baxımından o çox çətinlik çəkirdi. Təzə bir mühitə düşəndə. Hətta 1-ci, 2-ci siniflərdə belə adaptasiyası onu çox uzun çəkdi məktəbə. Çünki evdən birbaşa məktəbə getmişdi. Düzdür, biz onunla hardasa bir tədbirlərdə olurduq, uşaq əyləncə mərkəzlərində olurduq. Amma belə sosiallaşması tam düşünürəm ki, bağça daha yaxşı olardı onun həyatında, o dövrü üçün. Amma qızım rahatlıqla bağçaya getdi. Və mən artıq gördüm ki, o çox sərbəst özünü ifadə edə bilir, asanlıqla ünsiyyət qurur və məktəbə gedəndə də elə böyük bir problemlərimiz olmadı ki, ay istəmirəm, ay getmirəm. Çünki rahatlıqla getdi və şükür Allaha hər şey yaxşı oldu. Rəqsanə xanım, normalda belə müzakirə olunan məsələlərdən biri də uşaqların bağçaya qoyulma yaşıdır. Mənim gördüyüm ədəbiyyatlar da onu təsdiqləyir ki, 3 yaşından sonra qoyulmalıdır, amma bəzən valideynlər ya məcbur, ya da hansısa bir səbəbdən daha tez də qoya bilirlər. İstəyirəm ki, deyəsiz, hansı yaş daha uyğundur qoymaq üçün sizin təcrübənizə görə və niyə? Valideynlər çox, bilirsiniz necədir, müasir valideynlər çox seçicidirlər. Deyək ki, bəli, bir o 20 il bundan əvvəl, yəni bizim valideynlərimiz, onlar belə könül rahatlığı ilə evladını bağçaya etibar edirdilər. Yəni orada çox suallar yaranmırdı ki, mən qoysam necə olacaq, qoymasam necə olacaq. Rahatlıqla bağçaya verirdilər, çünki əksəriyyəti çalışırdılar. Hal-hazırda həm də o zamanlar bir bağçalar mövcud idi, dövlət bağçaları. İndi seçim çoxdur, alternativ bağçalar çoxdur, dövlət bağçaları ilə yanaşı. Və hər bağçanın da öz dəsti xətti var, öz yöntəmi var. Ona görə də valideynlər çox çətinlik çəkirlər seçim qarşısında qalmağa. Burada həm düşünürlər ki, uşağımın təhlükəsizliyini təmin olunmalıdır, həm uşağın qidalanma, yuxu rejimi təmin olunmalıdır, həm də ki, uşağın inkişafı təmin olunmalıdır, düzgün inkişafı təmin olunmalıdır. Ona görə də valideynlərə biraz çətin olur. Amma mən düşünürəm ki, 2 yaşından bizim hal-hazırda Kaspi bağçalarımıza 2 yaşından uşaqları etibar eləmək olur, bəli. Çünki bunlar lap kiçik qruplarımızdır. Amma əgər valideyn çalışırsa, doğrudan da düşünürsə, mən düşünürəm ki, 2 yaşından rahatlıqla verə bilərlər bağçaya evladlarını. Amma əgər sırf düşünürlər ki, məktəbə hazırlıq dövrünü təmin eləmək üçün, onda 3-5, 3-6 arası mütləq bağçaya getməlidir uşaq. Çünki sırf uşaq evdə oturur, valideynin himayəsində, baba, nənə himayəsində olur və 5-6 yaşında artıq böyük qrupa gələndə uşaq çox çətinlik çəkir. Həm müəllimlər üçün çətin olur, həm də uşaq üçün çətin olur. Niyə? Çünki uşaq artıq həm sosiallaşma prosesi gedir burada, həm uşağın akademik biliklərə yiyələnməsi prosesi gedir. Ona görə də uşaqlara çox çətin olur. Amma 3 yaşından gələn uşaq
daha rahat, artıq o orta qrup dediyimiz o dövrü keçir, adaptasiyası da var, özünə dostlar tapır, müəllimə uyğunlaşır, bağça rejiminə uyğunlaşır və həm də elementar o akademik bilikləri alır. Hərflərlə tanış olur, rəqəmlərlə tanış olur, ətraf aləmdən hansı mövzulara baxırlar, rəsm, texnologiyadan nələrsə eləyirlər və artıq uşaq yuxarı qrupa keçəndə ona çox rahat olur. Artıq onun həm bir bazası var, həm sosiallaşma təcrübəsi var, paylaşma təcrübəsi var, həm də ki artıq o oturmuş uşaq olur və bu da həm onunla məşğul olan tərbiyəçi müəllimlər üçün çox rahat olur, həm valideyn üçün çox rahat olur, həm də uşağın özünə də çox rahat olur. Rəqsanə xanım, burada bir neçə məqam var. Valideynləri içi mən daxil narahat edən, onları istəyirəm ki, biraz aydınlaşdıraq. Bunlardan biri bu adaptasiya periyodudur. O adaptasiya periyodu, mən istəyirəm ki, siz mənə deyəsiniz, necə olmalıdır? Necə təşkil olunmalıdır? Valideynin burada rolu necədir? Ümumiyyətlə bu proses haqqında biz valideynlərə biraz məlumat verin, zəhmət olmasa. Bu doğrudan da çox belə mühüm bir məqamdır. Uşağı bağçaya aparanda adaptasiya dövrü, ümumiyyətlə bağça yox, məktəb olsun, o uşağın adaptasiya dövrü bir müddəti, necə deyim, həm valideynlər üçün çətinlik yarada bilir, həm tərbiyəçi müəllimlər üçün, həm də uşaqlar üçün. Burada nəyi nəzərə almaq lazımdır? Uşaq var ki, o çox sosiallaşıb, bağçaya getməsə də, yəni valideynlər onu çox müxtəlif tədbirlərə aparırlar, müxtəlif elə bir ortamlara aparırlar ki, uşaq orada başqa uşaqlarla ünsiyyət qura bilir rahatlıqla və bu uşağın bağçaya gəlməsində heç bir problem, əngəl yaranmır. Uşaq rahat gəlir qrupa və rahat necə evdəki rahatlığı bağçada da həmçinin elə bir təmin olunur onun üçün. Amma uşaq da var ki, heç yara valideyn çox titiz olur, heç yana çıxartmır uşağını və övladını və bağçaya gələndə doğrudan da çox böyük problemlər yaranır. Çünki uşaq həm yeni bir mühitə düşür, həm yeni bir müəllimələrlə, tərbiyəçilərlə tanış olur, həm də valideyndən ayrı qalır. Bu prosesi valideyn tək yox, tərbiyəçi müəllim tək yox, birgə həll edilir. Çıxış yolunu birgə tapmalıdırlar. Bundan öncə valideynin üzərinə düşən nədir? Uşağı yavaş-yavaş alışdırmalıdır. Ona bağça haqqında məlumat verməlidir. Ona danışmalıdır ki, bağça necə gözəl bir yerdir. Orada uşaqlar, çoxlu uşaqlar var. Orada uşaqlar bir yerdə əylənirlər, öyrənirlər. Orada çox yaxşı tərbiyəçi müəllimlər var. Artıq uşaqda bir vizual, yəni beynində bir forma yaranmalıdır ki, mən bağçaya gedəcəm, ora çox maraqlıdır. Və artıq bu mərhələni valideyn evdə başlamalıdır. Bağçaya gətirdikdən sonra isə uşaq var qalmaq istəməyəcək də, elə həmən oturmayacaq. Onu qısa müddətlərlə bir gün gətirib tanış eləməlidir bağça ilə, bağça mühiti ilə. Sonra məsələn 1 saata, 2 saata qoyub getməlidir ki, uşaq yavaş-yavaş alışsın. Və ondan sonra tam uşaq oturuşandan sonra artıq uşaq alışacaq. Görəcək ki, doğrudan da bura çox rahatdır. Burada təzə dostlar tapır, paylaşa bilir, yeni nələrsə öyrənir. Uşaq üçün rahat olacaq ümid. Evdə həmçinin valideyn onu necə eləməlidir? Bir də uşağı tez-tez ayrı, məsələn, otaqda uşaq oynayanda daim nəzarətdə olur da ev şəraitində. Uşağı o məsələn bir 15 dəqiqəlik otaqda tək qoya bilər. Məsələn, deyək ki, sən bu oyuncaqlarla oyna, mən indi gəlirəm. Və uşaq yavaş-yavaş valideyndən o asılılığı biraz aradan azaldacaq və artıq uşaq evdə də görəcək ki, həmişə valideyn himayəsində olmur. Məsələn, özü otaqda sərbəst qala bilir və beləliklə də o adaptasiya dövrünü birlikdə keçə biləcəklər. Deməli, bağçadan əvvəl mümkün qədər yaxşıdır ki, onu mühitə çıxaraq, insanlar arasına çox çıxaraq, bu birincisidir. İkincisi, evdə müstəqilliyi yavaş-yavaş təmin eləyək. Bu bağçaya qoyduqda o 1 saat, 2 saat müddətinə qoyub getmək və sonra yavaş-yavaş vaxt uzatmaq dediniz. Allah, o bağçadan əvvəl atılacaq addımları dediniz, bu çox maraqlıdır. Bir dənə məni şəxsən narahat edən məsələlərdən biri bu uşaqların çox xəstələnməsi məsələsidir, Rəqsanə xanım. Bu təbii prosesdir, təbii ki. Amma ümumiyyətlə bunu valideynlərin eşitməsi üçün, onları rahatlatmaq üçün mənim kimi valideynlər nə deyərsiniz bu viruslarla tez-tez xəstələnməklə bağlı? Bəli, bu da müasir problemlərimizdən biridir. Çünki doğrudan bu viruslar ən çox da yaz, payız, qış dövrlərində daha çox bu kəskinləşir. Bizim bağçalarda çox belə böyük nəzarət olur buna. Necə nəzarət? Çünki hər gün uşaqlar həkim nəzarətindən keçirilir. Əgər bir uşağın bir səhhətində bir problem
aşılansa, həmin gün həm valideynə xəbərdarlıq edilir, həm də ki, ola bilər ki, hətta valideyndən xahiş olunur ki, 1-2 gün uşağı evdə, ev şəraitində onun sağlamlığına fikir verilsin, diqqət yetirilsin və sonra artıq uşaq özünü daha yaxşı hiss edəndən sonra gətirsin. Bu da onun qarşısını alır ki, uşaqlar bir-birinə o viruslar çox yayılmasın. Bu həmişə nəzarətdədir. Çünki bağçanın özü də, yəni rəhbərliyində bu özünün də marağındadır ki, o uşaqlar çox xəstələnməsinlər. Çünki bir uşaq yoluxanda digər uşaqlar da yoluxur, bəli. Artıq bu böyük bir qrupun bir böyük hissəsi xəstələnə bilir viruslardan. Ona görə də o həmişə nəzarət altında saxlanılır, diqqətdə saxlanılır. Aydın. Buradan ümumiyyətlə indiyə kimi danışdıqlarınızdan çıxartdığım nəticə budur ki, mən 3 yaşından sonra qoya bilərəm, yəni tez qoymaq məcburi deyil. Çünki baxıram ki, artıq məşğul olursa, dediyiniz bir çox şeyləri evdə eləyiriksə, 3 yaşdan əvvəl və özün məşğul ola bilirsənsə, 3 yaşdan sonra qoymaq daha məsləhətdir, belə başa düşürəm. Baxın, evdə məşğul olmağın da üstünlükləri var. Uşaq fərdə oturur, fərdə olur. Artıq uşağın öz o təhlükəsi, necə deyim, öz bir ərazisi olur da, hansı ki, evdə ona daha rahatdır. O özünü rahat hiss eləyir, ana ilə məşğul olur və yaxud nənə ilə məşğul olur. Onun orada özünün oyuncaqları var, hansı ki, təkcə o özü istifadə edir. Amma bağçaya gedəndə siz gələcək, o bugünü yox, gələcəyi düşünmək lazımdır ki, bu uşaq axı bir müddətdən sonra məktəbə də gedəcək, böyük bir cəmiyyətə açılacaq bu uşaq. Ona görə də lazımdır ki, mütləq 3 yaşından onu bağçaya vermək, mən deyərdim, vacibdir. Yəni lazım yox, vacibdir. Çünki orada sosiallaşacaq, paylaşmanı öyrənəcək. Artıq o müstəqil özü qərarlar qəbul edəcək, çünki artıq özü ünsiyyət quracaq. Həmçinin orada məsələn qrup şəklində müəyyən bir akademik biliklər əldə edəcək. Bilik və bacarıqlarını daha da belə yaxşı inkişaf elətdirəcək. O uşağa daha faydalı olacaq. Nəinki evdə tək ana ilə məşğul olur o uşaq. Rəqsanə xanım, hal-hazırda bağçaların bir qismində kameralar təmin olunub, bir qismində təmin olunmayıb. Bayaq da siz dediniz ki, bəs əvvəlki dövrlərdə biz çox rahatçılıqla verirdik bağçaları, indi verə bilmirik. Mənə gəlir ki, bunun səbəblərindən biri də artıq hər hansı bir neqativ bir şey olanda onun çox sürətlə yayılmasıdır. Məsəl üçün bağçada çox gözəl pozitiv şeylər də çoxdur, amma bir neqativ şey olan kimi o çox tez yayılır. Və valideynlər də istəyirlər ki, orada hər yerdə kamera nəzarəti olsun. Sualım belədir. Kameranın bağçada valideynə verilməsi, valideynin evdən izləyə bilməsi, bu müsbət bir məqamdır yoxsa mənfidir? Verilsin, verilməsin? Verilməsin. Verilməsin. Bəli, verilməsin. Bilirsiniz necədir? Artıq siz evladınızı hər hansı bir bağçaya gətirib verəndə artıq ona etibar eləmiş olursunuz. O bağçanın, yəni təcrübəçi kadrları var. O bağçada öz təhlükəsizlik sistemi var. Ona görə də siz etibar elədiyiniz bağçaya o yəni kamera nəzarəti lazım deyil. Mən belə düşünürəm. Çünki niyə? Orada valideyn də onda asılı olur o kameradan. İşini gücünü atır. Məsələn, işdə də olanda adaptasiya ola bilmir ki, görüm orada nə edirlər. Və yaxud evdə də həmçinin o bütün günü ki, görüm orada nə edirlər. Sanki bir serial izləmiş kimi olur. O nəyisə qaçırmaq İstəmək ki, görünməyinə də. Göydən birdən orada nəsə baş verir, mən görməm. Yəni valideynin rahatçılığı üçün də o kamera olmaması daha yaxşıdır. Olmasınca olmaması daha rahat eləyəcək. Çünki o artıq tam əmin olacaq, güvənəcək ki, həmin bağçada da evladım və o tam rahatdır. Amma kamera olanda o həmişə fikri qalacaq ki, orada tez-tez baxım, nəyisə qaçırmayım, nəsə birdən baş verər orada, görüm o necə oxudu, necə idi, necə elədi. Bu əslində valideyndən də bir asılılıq yaradır kameradan. Həm də ki, orada bilirsiniz necədir? Orada tərbiyəçi müəllimlər çalışır. Başqa uşaqlar da var. Yəni o müəllimənin o necə deyim, o görüntülərinin o prosesdə izlənilməsi də heç bir xoş bir etik gəlmir. Bəli, etik gəlmir. Çünki elə bilin ki, siz hardasa çalışırsınız və sizi daim kimsə izləyir, kiminsə nəzarətindəsiniz. Bu istənilən sahədə ola bilər də. Məsələn, adi bank işçisi olsun, mağazada kimsə olsun, hər hansı bir sahədə çalışan insanı bütün günü izləsinlər. Bu yəni bəli, əlbəttə ki, iş prosesində o müəllimə də rahat ola bilməyəcək ki, mən birdən nəyisə düz eləmərəm və yaxud nəsə artıq bir necə robotlaşma gedə bilər
bilər ki, mən artıq standart, mən gəldim, gündə bunu elədim, getdim. Orada canlılıq itəcək. Çünki o içində müəllim də gərgin olacaq, valideyn də gərgin olacaq. Həm də burada həmçinin başqa uşaqlara da valideyn durub baxacaq ki, tutaq ki, uşaqlar hamısı eyni olmur. Yəni kiminsə uşağı daha aktiv olur, kiminsə uşağı, övladı daha pasiv olur və orada həm də ki, bir valideynin digər uşaqları da oradan izləməsi heç bir xoş deyil. Bütün müəssisələrimizdə, bizim şirkətimizdə də, bağçalarımızda, məktəbə qədər hazırlıq mərkəzlərimizdə də kameralar var. O gündəlik o kameralarda daxildə baş verən bütün hər şey yazılır və valideyn istədiyi vaxt gəlib yaxınlaşır müdiriyyətə, xahiş edə bilir və oradan o daxildən hər hansı bir prosesi izləyə bilir. Amma birbaşa evə verilmir. Aydındır. Mən sizdən istəyərdim ki, indiki uşaqlar məsələsindən danışım. İndiki cavanlar, keçmiş cavanlar, indiki uşaqlar, keçmiş uşaqlar bu çox müzakirə olunan məsələlərdir. Hətta deyirlər qədim o Yunan dövründən belə var bu məsələ. Daha insan yaşlaşdıqca başlayır ki, əvvəlki dövr biraz daha tənqidi yanaşmağa. Amma mən istəyərdim ki, siz artıq uzun illərdir ki, buradasınız, özünüzdə övladlarınızı böyütmüsünüz. Hal-hazırki uşaqlarda dəyərlər məsələsində, onların daha çox fokuslandığı məsələlərdə əvvəlki dövrün uşaqlarından, fərqlərindən biraz danışasınız. Nədir onları fərqli eləyən hal-hazırda? Çox yaxşı bir sualdır, çox aktual bir sualdır. Bəzən bizim yəni müsbət tərəfimiz nədir? Biz hər iki dövrü görmüşük yəqin ki və o nəticəni çıxarda bilirik. Amma müasir valideynlər o köhnə vaxtı, o əvvəlki sistemi görməyiblər və onlar bu günlə yaşayırlar. Yəni o nəticə çıxarda bilmirlər. Sadəcə bu gündən çıxırlar, bu gündən fikirlərini yürüdürlər. Bilirsiniz, dəyərlər həmişə olub və olacaq. Məncə xeyirxahlığı və yaxud necə deyim, dostluğu heç bir zaman heç nə ondan imtina olunmur. Cəmiyyət ondan imtina eləməyəcək. Yəni bu həmişə o milli dəyərlərimizdir, istər dünyəvi dəyərlərdə hansı ki, o etik normalardır, o həmişə var, olub və olacaqdır. Sadəcə forma dəyişir. Əgər məsələn, əvvəlki dostluqda uşaqlar arasında o təmənnasız dostluq var idisə, məsələn, mən dostluq eləyirəm sadəcə ki, dostumun yanında olam, onunla bölüşəm, paylaşam. İndi bu biraz forma dəyişir. Bəzən dostluğu uşaqlar nəyə görəsə eləyirlər. Çox maraqlı bir fakt deyim. Biz bəzən gəzintilərə gedəndə o uşaqlar evdən özləri üçün bir qəlyanaltılar götürürlər. İndi elə valideyn olur ki, orada məsələn meyvə doğrayır, qoyur balaca bokslara və yaxud kimsə bir nəsə bişirir, qoyur evladı üçün və o moment kimsə görəndə o uşaqlardan çox olub belə. Yəni görür ki, onda nəsə bir dadlı bir nəsə var. Həm biz dostuq. Yəni onu yeyib bitirənə kimi. Yeyib bitirdi, ondan sonra paylaşdı, o birisi də paylaşdı, bununla yedi. Ondan sonra mən səni tanımadım. Yəni indiki uşaqlarda biraz bu şeylər bəli, çox maraqlı bir faktlar var. Rəqsanə xanım, mən həmişə çox diqqət etdiyim şeylərdən biri budur ki, sizin qeyd etdiyiniz dəyərlər məsələsi. Amma biz istəyirik biraz daha açaq, biz onlarla hansı dəyərləri formalaşdırmaq istəyirik. Məsələ bundan ibarətdir ki, biz tez-tez unuduruq biz bir cəmiyyətdə yaşadığımızı. Məsəl üçün, qərb dəyərləri olsun, ümumiyyətlə dünyəvi hal-hazırda dəyişən kapitalizm şəraitində dəyişən müəyyən şeylər var ki, biz individuallaşırıq. Ki bu bütövlükdə çox pis bir şey deyil, amma unutsaq ki, biz bu bütövün bir parçasıyıq. Bu normal bir şey deyil, mənə elə gəlir ki. Və ona görə də sizin bayaq xatırlatdığınız dostluq, bir-birinə qarşılıqlı hörmət, daha çox materialist deyil də, belə deyim, müəyyən mənəvi dəyərlər üzərindən getmək mənə gəlir ki, daha yaxşı olardı. Təbii ki, onların hamısına imtina eləyə bilmirik. Bunları uşaqlara siz necə aşılayırsınız ümumiyyətlə, hansı formada aşılayırsınız və valideynlərin də hansı məqamlara diqqət eləməyini istəyirsiniz? 2 sual verdim deyəsən burada. Bu bir çox həssas bir məqamdır burada. Çünki bir var biz aşıladığımız, bir də var evdə valideynin aşıladığı. Bəzən bu təlim tədris müəssisəmizin bağçalarımızda, bu məktəbə hazırlıq mərkəzlərimizdəki müəllimlərimizin verdiyi o dəyərlərlə öyrətdiyi uşaqları istiqamət verdikləri o mənəvi dəyərlərlə evdə valideynlərin o verdiyi
istiqamət ayrılır, haçalanma gedir. Nədən? Biz tutaq ki, bir qrupda hər müxtəlif ailələrdən olan uşaqlarla məşğul oluruq. Və burada biz onları çalışırıq bir komanda şəklində, bir kollektiv şəklində formalaşdıraq ki, onlar paylaşmanı bilsinlər, dostluğu bilsinlər, bir-birinə etibar eləyə bilsinlər, zəifi incitməsinlər və kimsə nədəsə çətinlik çəkəndə ona dayaq olsunlar, dəstək olsunlar. Bəzən valideynlər daha çox egoist böyüdülər. Mən bütün valideynlərə bunu şamil eləməzdim. Çünki uşaq gəlir, tutaq ki, onun yaxşı bir köynəyi var, uşaq marka adından danışır. Məsələn, özünü və yaxud telefon markalarını, texnologiyanı çox yaxşı bilirlər indiki uşaqlar və bir-birinin o lovğalanmaq, yəni bir lovğa uşaq formalaşır. Bəzi ailələrdən gələndə və bəlkə kiminsə imkanı çatmır hansı bir markadan uşağını geyindirməyə, evladını geyindirməyə və yaxud telefon ala bilmir, planşet ala bilmir. Olur da indi. Məsələn, uşaq gəlib lovğalanır ki, bəs mənim köynəyimə baxın filan firmadandır və yaxud bugün mənim ayaqqabılarımı anam sifariş elədi. Falan yerdən gəldi. Oyuncaqlarım falan yerdəndir. Və yaxud kiminsə paltarına baxıb deyir ki, sənin paltarın çox çirkindir. Tutaq ki, olur belə uşaqların arasında. Biz daima başa salırıq ki, yəni ki, bunlar əsas sizin bir-birinizə olan sevginizdir. Uşaqlar sevgi ilə böyüməlidir. Yəni o önəmli deyil ki, sən nə geyinmisən. Hətta belə dəftəri belə müqayisə edən uşaqlar var ki, mənim dəftərimin üstündə bu şəkillər var. Sənin dəftərin çox sadədir. Mənim qələmimin tutaq ki, başında nəsə bir bəzək var, səndə o yoxdur. Yəni bu ailələrdən gələn dəyərlərdir. Bəzən valideynlər düşünürlər ki, o dəyərlər doğrudan da bu firmaların üstündə, bu markaların üstündə qurulub və uşaqlarla öz evladını daha önəmsəyirlər və bunu uşağın beyninə yeridirlər. Amma qrup şəklində, toplam şəkildə bu baş vermir. Biz daima çalışırıq ki, onlara hətta nağıllar vasitəsilə, hekayələr vasitəsilə, cizgi filmləri vasitəsilə uşaqları yəni istiqamətləndirir ki, daha xeyirxah olsunlar, daha paylaşa bilsinlər, daha belə sevgi dolu olsunlar, təmənnasız olsunlar, bir-birinə qarşı mərhəmətli olsunlar. Bu hisslər biz daima aşılayırıq. Valideynlər də evdə çox diqqət yetirməlidirlər ki, uşaq hansı cizgi filminə baxır, uşaqla yəni boş vaxt keçirəndə yəni bu gedib çox üzr istəyirəm, bəzən o bahalı yeyib içməyi də uşaqlarına gəlib lovğalanırlar. Yəni daha çox bu ola bilər muzeyə apara bilər evladını və yaxud hər hansı bir xeyirxah nəsə bir aksiyada iştirak eləyə bilər ki, uşağın ürəyində, qəlbində biraz o sevgi, biraz mərhəmət hissi daha çox olsun və o mənəvi dəyərlərə daha çox diqqət yetirsin uşaq. Buna çox diqqət yetirməlidirlər hər iki halda. Bəli, bunları diqqətdə saxlarkən mənə nə gəlir ki, önəmli olan məqam odur ki, biz necə bir cəmiyyət istəyirik. Mən ona çox önəm verərəm. Bəs mən necə bir cəmiyyət istəyirəm və mənim övladım necə bir cəmiyyətin parçası olsun. Ona görə ki, yox tək özünün müdafiəsini, tək özünün, təbii ki, o da lazımdır. Amma mən istəyirəm ki, gözəl bir cəmiyyət olsun. Gözəl bir cəmiyyətin olması üçün mənim övladım da onun bir parçası olacaq. O da gözəl bir övlad olsun. Nə xeyirxah olsun, kömək eləyən olsun və s. və ilaxır. Bunlar mənə gəlir ki, çox önəmlidir. Dəstəkli şəkildə olması. Rəqsanə xanım, burada mənə gəlir ki, başqa bir önəmli məqam da uşaqların bir-birinə müqayisəsi məsələsidir. Ola bilər ki, bugün mən daha yaxşı bir marka geyinim və sabahsı gün elə ola bilər ki, məndən daha yaxşı geyinən və ya da məndən daha yaxşı materialist tərəfdən, materiallar tərəfindən daha yüksəkdə olan başqa bir insan olsun və o məni daha pis hiss elətdirə bilər. Mənə gəlir bunu həm də göz önündə tutmaq lazımdır. Uşaqların müqayisəsi məsələsinə gəldikdə və qiymətləndirmə məsələni diqqət önündə tutmaq istəyirəm. Bağçada uşaqlar qiymətləndirilirmi və qiymətləndirilirsə onun nəticələri valideynlərə göstərilirmi? Ümumiyyətlə bu qiymətləndirmənin uşaqların bir-birinə müqayisəsi və onların psixologiyasına təsiri, bunu müzakirə eləmək istəyirəm. Necə qiymətləndirilir sizdə uşaqlar? Necə qiymətləndirilməlidir? Baxın, qiymətləndirmə bir sözlərlə olur, xoş sözlərlə. Sən bugün çox yaxşı aparmısan özünü, məsələn. Bugün sən daha çox yaxşı cavab verdin. Bugün sən dostuna daha belə çox kömək eləyə bildin, yardımcı oldun. Yəni bu sözlərlə olan qiymətləndirmədir. Bir də var ki, uşaqlar çox sevir o müxtəlif o smailikləri, müxtəlif ulduzları, müxtəlif şəkilləri. Yəni bu uşağa motivasiya verir. Biz onu uşağı qiymətləndirəndə onu digər uşağa qarşı
qoymamalıyıq. Üz-üzə başqa uşaqla üz-üzə qoymamalıyıq və yaxud kimisə hər hansı bir uşağı aşılamamalıyıq ki, bu səndən daha yaxşı idi, sən pis idin. Bu cür qiymətləndirmə heç vaxt olmaz, ola bilməz. Biz qiymətləndirəndə bir həm davranışa görə qiymətləndiririk, bir də o akademik hissəmizdəki oxudur, yazıdır, rəsm çəkmədir, yəni məşğələlərimizin qiymətləndirilməsi olur. Yəni biz onu çox həssas yanaşırıq, tərbiyəçi müəllimlərimiz də. Çünki onu qiymətləndirəndə, uşaqlarımızı qiymətləndirəndə onu necə deyim, o birisindən üstün tutmuruq. Yəni hər kəsin özünə görə qiyməti alır. Yəni biz bu ulduz şəklində eləyirik. Sonra məsələn, tutaq ki, bir sətr yazıb, bir neçə sətr yazıb, onun içində hətta özünün işini belə qiymətləndirə bilir. Bu hərflərin sənin daha qəşəngdir. Bunun kənarında bir güllər çəkək və yaxud ürək çəkək ki, o baxacaq ki, oradan da bu hərfləri daha yaxşı yazmışam, bu rəqəmləri daha yaxşı eləmişəm. Ona görə də çalışacaq ki, daha yaxşı eləsin. Biz ancaq motivasiya xarakterli qiymətləndirməliyik. Müqayisə eləyəndə mən həmişə valideynlərə də tövsiyə edirəm ki, heç vaxt evladınızı heç kəslə müqayisə eləməyin. Yəni ki, o doğrudan da uşaqlarda bir qırğınlıq yaradır, bir küskünlük yaradır. Doğrudan da ki, yəni ki, Murad məndən daha yaxşıdır, mən pisəm, heç vaxt bacarmayacağam. Yəni uşaq da hətta oxuya bilməyəndə də, hesablaya bilməyəndə də, yaza bilməyəndə də onu demək olmaz ki, sən bacarmadın. Daima demək lazımdır ki, sən bacarırsan, sən bacaracaqsan, sən daha yaxşı olacaqsan. Belə olanda uşağın içində özünə güvən yaranır. Yəni özünə inam artır və o daha da yaxşı olmağa çalışır. Rəqsəm xanım, diqqətdən qaçan bir dənə bir şey var bu qiymətləndirmə sistemində. Mən bunun fərqinə varmışam. Mən bir dəfə dərs keçdiyim sinifdə, daha doğrusu böyüklər idi, test eləmişdim imtahan nəticəsi olaraq və onlardan biri qalib gəldi də, yəni çox yaxşı nəticə göstərdi. Hər kəs sakitcə oturdu. Sadəcə bir tələbə yaxınlaşıb onu təbrik edirəm. Yəni bizdə bu başqasının uğruna sevinmə anlayışını mən elə ki, bu vaxtdan təbliğ eləyə bilərik də. Kimsə elədir, uşaqlar gəlin alqışlayaq, gəlin gedək təbrik eləyək və s. və ilə axır formasında. Bu həm o uşağa qarşı kin yaratmayacaq, mənlə gəl ki, negativ müqayisə yaratmır. Həm də ki, bu başqasına bir sevilmək bacarığı formalaşdıra bilər. Biz daima siz çox yaxşı bir məqama yenə toxundunuz. Çünki biz daima məşğələlər zamanı bunu eləyirik. Məsələn, uşaqlar yaxşı bir şeir deyəndə alqışlayırıq. Yaxşı bir nəsə lövhədə yazanda alqışlayırıq. Hamı bir yerdə alqışlayır, təbrik eləyir. Yəni biz bunu formalaşdırırıq. Mən həmişə deyirəm ki, məktəbə qədər sahə bugün biz onu balaca uşaqlar kimi baxmayaq. Bizim üçün adi bir gün, onlar üçün böyük bir hadisə ola bilər. Və biz bugün məktəbə qədər sahəni, siz bayaq çox yaxşı vurğuladınız ki, biz necə bir cəmiyyətdə gələcəkdə yaşamaq istəyirik və evladımız necə bir qəşəng cəmiyyətdə yaşayacaqsa, onun təməli bugün qoyulur. Yəni biz bugün gələcəklə istəyirik. Müəllimlər, ən çox da bu məktəbə qədər sahədə çalışan tərbiyəçi müəllimlərimiz gələcəyin memarlarıdır. Onlar bugündən bizim gələcəyimizi qururlar. Yəni artıq o formalaşan cəmiyyətin təməli burada qurulur. Yəni 10 il, 15 il, 20 il sonrası buradan çıxan o təməlinə nə qoymuşuq, həmin onun üstündə böyüyəcək bu uşaqlar. Və bəzən də çox əfsuslar olsun ki, mən yenə deyirəm, bayaq da toxundunuz, o müqayisə, material, uşaq əgər materialist olursa, o daim özünü başqalarına müqayisə edir, o düzgün müqayisə eləmir. Çünki mənim var, onun yoxdur prinsipindən yaşayır da. Amma biz onları bu düzgün qiymətləndirmə aparsaq, başqasının uğruna sevinmək, o düşüncə ilə böyütsək, əlbəttə ki, bizim gələcəyimiz də çox yaxşı olacaq. Mən belə düşünürəm. Bu dəyərlər məsələsi məni çox narahat edən məsələ olduğuna görə, yəni fürsət tapdım hər kəsdən eyni formada sual verib, eyni formada müzakirəni açmağa çalışıram. Çünki mənə elə gəlir ki, bu fundamental dəyərlər möhkəm qoyulandan sonra digər hər şey öyrənmək olar. Mən bir nöqtədə 2+2-ni də öyrənəcəm, bir nöqtədə nəyisə rəqlərini də öyrənəcəm. Amma mən dostluğu, yaxud da səmimiyyəti və özünə inamı, özünə güvəni, başqasını ürəkdən alqışlamağı, bacarmağı və s. indidən formalaşdıra bilirəmsə, deməli övladım üçün daha sağlam bir cəmiyyət olacaq. Deməli, bir nöqtədə o digər hər şeyi də öyrənə biləcək. Bu mənim üçün o qədər önəmli bir məsələdir. Təşəkkür edirəm bunlara aydınlıq gətirdiyinizə görə. Bir məqama da toxunmaq istəyirəm. Bir də etibar eləmək. Baxın, uşaqlar bəzən tərbiyəçi müəllimlərimizə çox etibar eləyirlər. Bu güvənirlər, öz güvənləri möhkəm olur. O bilir ki, onu müəlliməyə gəlib hər hansı balaca bir sevincini də bölüşəndə, o müəllimə də onunla sevinəcək.
Ona görə də bəzən olur ki, heç valideynə demədiyi sözü, sirrini gəlir o uşaq müəllimə ilə paylaşır. Bu da o qədər sevindirir. Hər bir müəllimənin ürəyinə fərəhdə olur ki, balaca bir saf bir uşaqdan ona qarşı bu etibar, bu sevgi doğrudan da müəllimə üçün də böyük bir stimuldur ki, o daha çox belə sevə-sevə çalışsın, daha çox o sevdiyi, çalışdığı sahəni daha çox sevsin, daha çox özünü orada qoysun, enerjisini paylaşsın. Çünki bu uşaqlar etibar eləyəndə o gələcəkdə də onlar yaxşı olacaq ki, güvənəcəklər, bir-birinə güvənəcəklər, cəmiyyətə güvənəcəklər. Bu çox önəmli bir faktdır, doğrudan da. Güvənmək və həmçinin qarşı tərəfdə güvəni doğrultmaq məsələsində gərək mənə gəlir ki, təbliğ elə ki, o sənə güvəni məsələn, onun güvənli yerə salma kimisindən. Doğrudur, çox gözəl. Mən bir neçə də sualım var. Bu suallardan biri ondan ibarətdir ki, bir valideyn bağçanı seçərkən əsas olaraq nəyə diqqət etməlidir seçərək səni xanım? Mən bağçaya qoymaq istəyirəm və mənim üçün ən vacib olan bir neçə kriteriya nə olmalıdır? Baxın, siz evladınızı bağçaya qoymaq istəyirsiniz. Birinci, yəqin ki, təhlükəsizlik. Yəni, hər bir valideyn evladının necə evdəki təhlükəsiz mühitdə uşaq böyüyür. Elə də istəyər ki, o, məsələn, saat hardasa 9-un yarısından deyə 8-dən evladını saat 6-ya kimi, axşam saat 6-ya kimi etibar edəcəyi müəssisə etibarlı olmalıdır. İzah eləyin bizə bu təhlükəsiz olmalıdır. Təhlükəsizlik mühit orada, məsələn, tam bəzi standartlar var ki, orada oyun otağı, uşaqların bu çalışdıqları məşğələ otaqları, onlar tam standartlara uyğun olmalıdır. Yəni ki, oradakı mebeldən tutmuş, yerdəki döşəməyə kimi, onlar istifadə elədiyi oyuncaqlara kimi, dərs resurslarına kimi hamısı standartlara uyğun olmalıdır ki, orada məsələn iti əşyalardır, sonra məsələn mebellərin özü çox hündür olmamalıdır, o santimetrə kimi o standartları var da həmçinin. Yəni uşağın o təhsil alacağı otaqlar, məşğələlər, yatacağı çarpayılar belə hamısı o standartlara uyğun olmalıdır. Həm də ki, təhlükəsizlik deyəndə biz həm də ki, o bizim bütün bağçalarımızda var, o administrativ işçilərimiz var ki, hansı ki, o qapıda onların özlərinin yeri var, harada ki, onlar uşaqları təhvil təslim vaxtı o bəzi məqamlar var ki, ona çox diqqət yetirilməlidir. Yəni uşağı kənar bir adama vermək. Yəni gəlib mən xalasıyam, mən əmsiyəm, yəni belə tanımadıqları, yəni o qohumlardan da olsa, hətta olub ki, bizdə ataya belə uşağı verməmişik ki, bizə deməyiblər də, biz anasını görmüşük, sizi tanımırıq. Yəni zəng eləmişik, öyrənmişik, ondan sonra uşağı məsələn təhvil vermişik atasına. Hətta bu valideynlərin çox xoşuna gəlib ki, doğrudan da ki, biz güvənli bir müəssisəyə evladımızı vermişik ki, bizi hətta atanı belə onlar sorğuluyurlar ki, siz doğrudan mı bu uşağın atasısınız? Yəni bu təhlükəsizlik sistemi mütləq olmalıdır. Təhlükəsizlik, yəni rahat mühit, təhlükəsizlik təmin olunmalıdır. İkinci, qidalanma. Yəni siz orada əlbəttə ki, hər bir bağçaya verəndə istəyirsiniz ki, evladınız sağlam qidalansın. Yəni oradakı qidalar nə dərəcədə hazırlanır? Necə tərkib, hansı yeməklər? Bəli, əlbəttə ki, ona diqqət yetirməlisiniz. Bu da çox önəmlidir. Və əlbəttə ki, peşəkar tərbiyəçi müəllimlərin olması, o da çox önəmlidir. Çünki indi bəzi özəl müəssisələr var ki, onlar yəni ki, bəzən peşəkar müəllim tərbiyəçilərdən orada çalışmırlar da, işə götürəndə onlar bəzi nüansları fikir vermirlər. Yəni uyğunsuzsa götürürlər. Amma bizdə məsələn müəllimi işə götürəndə biz birinci onunla müsahibə aparırıq. Çünki müəllim tək akademik cəhətdən savadlı olmamalıdır. O həmçinin onun bayaq dediyimiz o etik qaydaları, mənəvi dünyası da onun o obrazı tamamlamalıdır. Yəni ola bilər ki, çox gözəl bir müəllim olsun, çox gözəl, savadlı bir peşəkar bir müəllim olsun, amma onun başqa keyfiyyətləri olmasın. Yəni insani keyfiyyətlərdən əlbəttə ki, əstəğfurullah, mən burada heç kəsi belə incitmək istəmərəm. Siz bayaq təhlükəsiz mühit demişsiniz. Təhsildə belə bir hissə də var ki, emosional təhlükəsiz mühit. O həmçinin mənə gəlir ki, uşaqlar emosional təhlükəsiz mühit yaratmağı bacarmalıdır. Bəli. Elə mən ona gəlmək istirdim ki, ola bilər çox gözəl akademik bilikləri verə bilsin uşaqlara, amma o emosional tərəfi ötürə bilməsin, mənəvi dəyərləri ötürə bilməsin, sevgisini ötürə bilməsin. Yəni uşaqlar onu
sevmədən heç bir uşaq gəlib orada oturub o müəllimənin yanında oturmayacaq. Ağlaya-ağlaya gələcək. O nə qədər adaptasiya olan uşaq olsa da, nə qədər rahat uşaq olsa da, o sevmədiyi müəllimin yanına heç vaxt o gəlməyəcək. Hər gün o elə bir məcburiyyətlə valideyn gətirəcək, sən getməlisən, yəni məcbursan. Uşaq da gələcək orada, yəni özünü xoşbəxt hiss eləməyəcək. Bağçada həm də uşaqlar özlərini xoşbəxt hiss eləməlidirlər. Yəni onlar vaxtın necə gəlib keçdiyini, necə olduğunu hiss etməməlidirlər. Çünki orada tam rahat şəkildə olmalıdırlar. Bir də yuxu rejimi əlbəttə ki, bağçada o yuxu rejimində gözlənməlidir ki, sizin evladınız, siz evdə necə o rejimi gözləyirsiniz. Bəzi uşaqlar yatmağı sevmir. Bəzi uşaqlar ola bilər ki, hər hansı bir qidanı sevmirlər. Yəni bunu da bizim tərbiyəçilərin üzərinə düşən vəzifələrdən biridir ki, onlar onu sevdirə-sevdirə hər hansı bir, bəzən valideyn çox çaşqın qalır ki, bunu yemirdin deyir və yaxud yatmırdın, yatmağı sevir evdə olanda belə. Təşəkkür edirəm suallara cavab verdiyiniz üçün. Son olaraq, mənim vermədim, amma düşünürsünüz ki, bunu müəllimlər, valideynlər eşitməlidir, mən verməliydim. O sualı sizə belə bir məqam qaldı mı? Qaldısa, valideynlərimiz də sizə eşidir, müəllimlərimiz də buyurun. Baxın, indi biz müasir dövrdə elədik ki, uşaqlar mütləq inkişaf eləməlidir. Ona görə də sosiallaşmaq üçün bağçalara, hazırlıq mərkəzləri, məktəbə qədər hazırlıq mərkəzlərinə uşaqları yazdırmaq mütləqdir. Yəni imkan yoxdur, özəl bağçaya, dövlət bağçalarımız var və yaxud alternativlər çoxdur, yəni valideyn seçici ola bilər. Yəni əziz valideynlər, qorxmayın ki, sizin evladınız hər hansı bir müəssisədə o necə deyim, evdəki şəraitdən daha pis olar. Yox, əslində çox da yaxşı olacaq, sosiallaşacaqlar. Yeni bir şeylər özlərini kəşf edəcəklər başqa bir mühitdə. Yəni siz buna açıq olun. Yəni valideyn həmişə açıq olmalıdır uşağın inkişafı üçün və bunun üçün də mütləq rəsmə aparın. Yəni rəsmlə məşğul olsun uşaq, musiqi ilə məşğul olsun, şahmatla məşğul olsun. Bunu hamısını birdən yox. Yəni bəzən valideynlər çox yüklülər uşaqları. Həm şahmat aparırlar, həm rəsm aparırlar. 5 dənə dil istəyirik rəsm. Bəli. Yəni olmaz. Yəni uşağın yüklənəcəyi qədər yükü götürə bilir. Heç vaxt uşaqları başqa uşaqlarla müqayisə eləməyin. Bu önəmlidir. Ola bilsin kiminsə humanitar tərəfi güclüdür. Genindən gəlir də. Uşaq çox gözəl yazır, nağıllayır, danışır. Kimsə də riyazi hesablamaları yaxşı aparır. Yəni sən hökmən riyaziyyatı da bilməlisən və yaxud sən mütləq onu kimi danışmalısan. Bunlara, yəni uşaq necədir, fərdi necədir o fərd, elə də böyüməyə kömək edin. Elə olsunlar. Bu bir məqam. İkinci, mütləq evdə, yəni bizim müəssisələrdə, mən bilirəm ki, bu əksər müəssisələrdə belədir. Uşaq nəyə baxır, ona diqqət edirlər. Yəni evdə o uşağı ki, rahat buraxırlar ki, YouTube kanalını, YouTube'da ki, nəyə istəyir izləsin, mütləq həmişə nəzarət olsun. Çünki müasir multfilmlərin çoxu, cizgi filmlərin çoxu kommersiya xarakteri daşıyır. Onlar bir o necə deyim, kult səviyyəsində də, yəni ki, kütlə üçün istehsal olunur. Orada nələrsə var ki, uşaqlara bir maraqlı gətirən, bu eybəcər oyuncaqlardan tutmuş və o anlaşılmaz o cizgi filmlərdir ki, haradakı o çox belə nitqləri də fərqlidir. Bəzən heç cizgi filmlərində nitq də yoxdur, elə ancaq bəzi emosiyalarla, səslərlə danışırlar. Baxın, elə cizgi filmlərdə uşağın nitqinə də ziyandır da. O imkan vermir ki, uşağın nitqi açılsın. Çünki uşaq dinləyir, diqqətlə baxırlar onlar cizgi filmlərində. Yəni belə məqamlara mütləq evdə də nəzarət eləmək lazımdır. Daim uşağı o bağça müəllimləri ilə, verdiyiniz müəssisə ilə, oradakı müəllimlərlə daim əməkdaşlıq eləmək lazımdır. Yəni mən verdim bağçaya, orada hər şey öyrədəcəklər və yaxud verdim hazırlıq mərkəzinə, orada hər şey öyrədəcəklər, yox. O işin davamı evdə getməlidir. Çünki müəssisə ilə valideynlər əl-ələ sıx əməkdaşlıq edəndə nəticə də yaxşı olur. Çünki həm valideynin ən çox belə göz bəbəyini, evladını verir hər hansı bir bağçaya, məktəbə qədər hazırlıq mərkəzinə və müəllimənin də o məsuliyyəti oradadır ki, o uşaqla məşğul olsun, onu formalaşdırsın, düzgün istiqamət versin. Və burada mən 2 saat yarım və yaxud saat, axşam saat 6-ya kimi olan bir zamanda uşaqla məşğul olurlar. O günün qalan hissəsini valideyn başqa cür onu yönəldir. Onda da heç bir nəticə əldə olunmayacaq. Bəzən də bu başqa bölmələrə yazdıranda, ingilis bölməsidir, rus bölməsidir, uşaqları veririk.
ki, əlavə dildə öyrənsin, amma evdə ona riayət eləmirik. Məsələn, uşaq bütün günü türk cizgi filmlərinə baxır, türkcə baxır, Azərbaycanca baxır. O 2 saat yarım eşitdiyi, tutaq ki, hazırlıq mərkəzlərindən gedir söhbət. 2 saat yarım rusca və yaxud ingiliscə məşğul olur. Nələrsə öyrənir, evə gəlir, günün çox hissəsini evdə keçirir axı. Orada da artıq ona valideyn fikir verməyəndə elə bil o 2 saat yarım heçə gedir. Boşa gedir. Bəli, boşa gedir. Ona görə də bu məqamlara mütləq diqqət yetirmək lazımdır. Mən ən çox həmişə valideynlərə də deyirəm ki, çox bir gözəl bir gün belə bir deyim oxumuşdum, fikir. Çox da xoşuma gələn bir fikirdir. Bunu həmişə də deyirəm. Nə qədər bana təkrarçılıq olsa da, klişə də olsa. Bəli, klişə də olsa mən bunu həmişə deyirəm ki, unutmayın ki, uşaq bir boş qab deyil ki, onu doldurasan. Uşaq bir məşəldir. Onu yandırmaq lazımdır ki, o alovlansın daha çox. Buna görə də hər fərdə fərdi yanaşma. Bizim əsas prinsiplərimizdən biri də budur ki, o uşağı fərdi yanaşmaq lazımdır ki, o alışsın, yansın, o öz istiqamətini, öz yöntəmində inkişaf eləsin. Yəni eyniləşməsin. Hərəsi öz yolunu tapsın, özü necədir, elə də inkişaf eləsin. Rəqsanə xanım, dediyiniz çox dəyərli fikirlərdir və onu bir cümlə ilə sadəcə əlavə eləmək istəyirəm. Mən elə gəl ki, burada həm valideynin, həm müəllimin ortaq marağı var uşaq. Bəli. Burada qarşı tərəflər kimi deyil də, burada əməkdaş kimi baxa bilsələr, tərəfdaş kimi baxa bilsələr daha yaxşı gedər. Təşəkkür edirəm gəldiyinizə görə. Çox sualları cavablandırdığınız üçün. Mənə elə gəlir ki, çox faydalı bir dənə podkast alındı bu gün. Çox sağ olun. Siz sağ olun.